37 ölkədən olan beynəlxalq səyyahlar qrupu Zəngilana gəlib. Səyyahlar Zəngəzur dəhlizi sahəsinə baş çəkiblər. Səfər zamanı nümayəndə heyəti Azərbaycanın qərb bölgəsinin Naxçıvanla quru yol əlaqəsini təmin etmək məqsədilə həyata keçirdiyi infrastruktur layihəsi barədə məlumat verilib. Səyyahlar həmçinin İncəsənət Qalereyasını ziyarət edib, orada Azərbaycan və Qarabağın mədəni irsi, eləcə də Azərbaycan xalçaçılıq sənəti ilə tanış ola biliblər. Qeyd edək ki, Nomad Mania klubunun təsisçisi və rəhbəri Yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisinin rəhbərliyi altında beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri dünən başlayıb. Nümayəndə heyətinin tərkibində 37 ölkədən 79 səyyah daxil olub. Bu indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çox sayılı beynəlxalq səyyahlar qrupudur.